Salam, hörmətli izləyicilər. Azərbaycan dilindən, fonetika bölməsindən mövzu izahlarımız davam edir. Müxtəlif cinsli qoşa samitli sözlərin tələffüz qaydaları. Sonu ç ilə bitən sözlərdən sonra d, l, t, z, s, n samitləri və ya bu sözlərlə başlayan şəkilçi və ya söz gələrsə, tələffüzdə ç, ş əvəzlənməsi baş verir. Şəkilçi gəldikdə, məsələn, qaçdı yazırıq, qaçdı tələffüz edirik. Yəni, burada diqqət etdinizsə, yazılışda ç samiti yazılır, tələffüzdə isə ç, ş ilə əvəz olunur. Həmçinin keçdi yazılır, keçdi tələffüz olunur. İçdi yazılır, içdi tələffüz olunur. Saçlı yazılır, saçdı tələffüz olunur. Həmçinin söz gəldikdə heç zaman yazılır, heç zaman tələffüz olunur. Eləcə də heç nə yazılır, heç nə tələffüz olunur. 3 dəfə yazılır, 3 dəfə tələffüz olunur. Bir daha qeyd edək, müxtəlif cinsli qoşa samitli sözlərin tələffüzündən ç samitinin tələffüz qaydasına baxdıq. Yəni, ç ilə bitən sözlərdən sonra həmin bu d, l, t, z, s, n samitləri gəldikdə ç, ş əvəzlənməsi baş verdi. Bu günlük bu qədər. Növbəti izahlarda görüşənə qədər.